Bizim folklorumuzun ən çox istifadə edilən nümunəsi də atalar sözləri və misallardır. Tədbirimizi də elə atalar sözləri ilə başlamaq istərdik. Salam Allah adıdır. Hər kəsə Allahın salamı olsun. Gündəlik həyatımızın bir çox sahələrində atalar sözlərindən istifadə edirik. Öyüd nəsihətdə, Yürən at qamçı yeməz. evlada tərbiyədə, Bir baş əğillidir, 7-8 baş ondan da əğillidir. dostluq münasibətlərində, Dost yolunda poranlar qarolar. oğul evləndirib qız köçürəndə Qız ağacı, qoz ağacı. Buz yükü, duz yükü. atalar sözlərinə geniş yer veririk. El bir olsa dağ oynayar yerindən. El gücü, sel gücü. Səbr elə, alva bişər, ey qora səndən. Bəsləsən, atlas olar, tut yarpağından. Belə çox məsələləri isə 2020-ci ilin sentyabrın 27-sində Ali Baş Komandan Qarabağ Azərbaycandır. məsələni xalqımızın dilinə gətirərək tarixə yeni bir atalar misalı yazdı. Atalarım burada bir misalda yada düşür. Özgə atına minən tez düşər. Biz onlara göstərdik ki, oba köçsə də yurdu həmişə yerində qalıb. Bir gün yurdundan çıxan yurduna dönər. Bugün o qayıdışı fəxrlə, sevinclə, qəlbimizdəki coşub çağlayan sevgi ilə illərin həsrətinə son qoyaraq izləyirik. Hə, dostlar, çox bilən az danışar. Danışmaq gümüşdürsə, susmaq qızıldır deyib burada sözlərimizi tamamlayırıq. Həvəsdir, bəsdir. Gəlin birlikdə seyr edək. Atalar belə deyib. Ben senden daha oynamıyordum. Sen cığallık edirsən. Yusuf taban ver biz de oynayalım. Ben uvanda ne olur gerek cığallık edəsən? Hayır, cığallığı siz edirsiniz. Daha sizinle oynamayacağım. Yusuf paylaşmak lazımdır. Bəstirin də nə düşmüsünüz üstümə? Vermirəm, top mənimdir, özüm bilərəm. Hayır uşaqlar, ne edersiniz burada? Səsini silahını götürüb, qarşılardan ayıbdır. Benimkilərə Yusuf bizimlə topunu paylaşmır. Hə, cığallıq edir. Heç belə də dost olar. Yusuf, bala niyə? Dostların düz deyil, gəlib paylaşmaq bazarasan oğlum. Oynadıq da bəsdirin, indi oynamaq istəmirəm. Niyə ay bala? Axı onlar sənin dostlarında ataların bir misalı var. Hansı ataların? Hansı atalarımızın? Bizim atalarımızın. Bəli, bizim atalarımızın, amma geçmiş dövrün ataları. Benimşə nə deyirdi atalar? Atalar demiş ki, başqasına pislik etmiş, özünə də pislik etmiş olur. Ay baba, mən elə atalar sözlərinə nümunə götürərək bölünmüşəm. Bu nədir? Amma indiki uşaqlar telefondan əl çəkmirlər. Benimşinə, atalar sözlərini cərəmi. Hə, bu çox maraqlı. Ən əsasına bununla necə gəlib çatmışdır? Hə, atalar sözləri həyatda baş vermiş nümunələrdən yaranmışdır. Bilmək istəyirsiniz necə yaranır? Bəli, bu çox maraqlıdır. Hə, onda axşam bizə gəlin. Axşam Fərət babanızla bir necəsini danışarıq. Mən də gələ bilərəm. Yusuf, sən cığalsan, o da cığallı gedərsən. Özün sən cığal. Uşaqla Yusuf da uşaqdır. Gərək başa şaraq ki, başa düşün. Atalar demiş ki, başa düşənə can qurban. Hə, uşaqlar sağ olun. Oynayın, ancaq yaxşı oynayın.
Dedim sana ne? Bir kömek Aferin uşaqlar. Qocalara ölmə dedin ki, siz də qocalacaqsınız. Uşaqlar gözləyin gəlirəm. Orası ver diyardır, bu güzel diyarımız. Gönüllerde bahardır, bizim arzularımız. Gönüllerde bahardır, bizim arzularımız. Ay bala, bu qocalık da bir şey değil. Almadı yollamışam bazava, özüm de oturmuşam evdə. Belim de ağrıyır. Görək bu dünyada yəni kim bir-birlərini qılıb. Bu dünya belə gəlib, belə gedəcək. Ancaq onu bilirəm ki, bu dünyada vətəndə ləziz nə var? Atalar yaxşı deyil. Gəzməyə gəl ölkə, ölməyə vətən yaxşı. İndi qürbət gözlərin görür hansı torpağın yağışın. Aylar keçir, illər ötür, hər kəs torpağa qarışır. Atam dedi dinləməzdim, babam sustu heç bilməzdim. Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. İndi qürbət gözlərin görür. Sağ olsun Ali Bas komandan. Vətən torpaqlarını onun vəsadəti ordusu bir oğlum halqı 44 gündə mundarların əlindən aldı. Kimin hüraçat aldı? Bizə hər cür zülm edən erməniləri 44 gecədə məhv etdi. Halal olsun sənə İlham bala. Deyəsən çox danışdın. Bu vaxt daha da qaldı. Almaz bataryonlarına belə olanda tüm baza alıb gələcək. Gəldim o Allah gəldə. Ayşə, nəsən Ayşə? Görmürsən gözlərimin qabağında. Yine öz-özünə nə danışırsan? Dur, mənə kömək et, axşama qonaqlarımız var. Ay, nə yaxşı ayağımın. Solmaz qızımız gəlib. Yo, həyətdəki uşaqları qonaq etmişəm. Ay, nə yaxşı ayağımın. Elimiz açılaq. Hə, dedim ki, Fəraz babanız sizə çoxlu atalar sözləri danışsa. Gəlsinlər, babalı onların balaqlı hekayələr danışaq. Hə, dur mənə köməklə sinya pişirəsiyəm. Mən sizin paxlavdan da pişirərsən. Kömək etsən niyə olmasın? Ayşə! Bilmirsən ki, güc birlikdədir. Hər anda dur mənə kömək et.
olacağım. Aferin. Aferin kral. Aferin ben Yusuf. Aferin. Gelsin. Kazanın etrafında. Sen ne dersen? Şükür Allah'a. Özüm yatıp özüm durabilirim. Eşittim atalar sözleri öğrenmek istersin. Sen dedi ki, çok bahtalar bir sana. Danışım da baba, bu çok maraqlıdır. Hansından başlayayım, özün de bilmiyorum. İnsan ne kadar bilikli olsa da öğrenmeye ihtiyacı olur. Aferin ağıllı Yusuf balam, mən bu yaşımda da oxuyuram. Hə baba, insan verecek en yaxşı hədiyyə savaqdır. Aferin ağıllı, amma balam, mən öz övladlarıma ayrı bir təhsil vermişəm. Bir müəllimədir, o biri də həkimdir. Eşindin görün babanız nə danışır. Məmləkətin birində iki qardaş yaşayır. Kızım sana kurban olun, ağlama kurbanın olun. Kızım sana sırga alın, ağlama kurbanın olun. Kızım sana çiğ tabalım, ağlama
Kızım sana, kızım sana, kızım sana defter alım. Ağlata kurbanın olum, ağlata kurbanın olum. Kızım, ay kızım bak ata sana ne alım. Ne alırsan ata? Benim ağıllı kızım bak, bunlar sana çok yaraşır. Çok sağ ol ata, sen en yaxşı atasan. Ay benim ağıllı kızım, ata sana bu defa müdürü Kainat kitabını alıb. Çok sağ ol ata, ben bu kitabı okuyup bitirip sana danışacağım. Yine de kitap, bak gör mənim nə qədər qovlarım var. Atamlardan mənə birini alın. Üzülmə mənim ağıllı qızım, vaxt gələcək mən nə demək istədiyimi, niyə kitablar aldığımı sənə oxutmaq üçün əlindən gələni etdiyimi başa düşəcəksən. Ay qardaş, yenə də kitab, bu kitablar bu qıza nə verəcək? Vaxt gələndə necə olunacaq? Zaman öz sözünü deyəcək, əziz qardaşım. Gölge salmasın kızım, ince kalbin gem meskeni olmasın. Kızım, gözlerine keder kölge salmasın. Kızım, ince kalbin gem meskeni olmasın. Kızım, arzuların yarın yolda kalmasın. Kızım, bu dünyada hoşbeht yaşa ay kızım. Kızım, arzuların yarın yolda kalmasın. Kızım. Biraz üzerine bilersiniz. Nivay Hanım, yanınıza bir nefer hanım gelir. Çağırın gelsin, niye gelmediniz? Ay kızım, salam, necəsən? Salam, yaxşıyam. Sən qara, buralar qara. Gəlmişəm yeni benim şirkətimlə tanış olmağa. Hoş gəlmişəm. Sən şəmən doktor. Bizim də qızların salı və də təksiri var. Qazanışına işlatdılar. Burada, ancaq burada sənət tərbiyə işləyirlər. Zəhmət çəkən peşman olmaz. Aferin sana Nilay. Keşke o zaman kardeşime kulak uçardı. Kardeş unutma, övlada verilen en yaxşı tövsiye sənət qolda qızın biləcikdir. Övlada oxumaq lazımdır. Hə, düz deyirsən qardaş, düz deyirsən. Keşke ben o zaman öz kızıma da oxudardım. İnce kalbin gel meskeni olmasın. Kızım, arzuların. Yolunu nece heyecan ile gözleyirdik şirinim, besleyirdik dualar ile gelişini gözelim. Benim şirin sesli gül bala, gülüşüne kurban olaram. Hoşbəxt bir kız olmağını sənə mən arzularam. Xoşbəxt bir qız olmağını sənə mən arzularam. Sən Allahın bizlərə hədiyyəsisən, ananın, atanın bir dənəsisən. Çiçəklərin içindən gözəlisən, qızım mənim nəfəsim. Sən Allahın bizlərə hədiyyəsisən,
Ananın, atanın bir tanesi sen. Çiçeklerin içinde en güzeli sen. Kızım benim nefesim. Güzel dünyamıza hoş geldin, şirin balaca adam. Senin ile dünya nece güzeldi, şükür sene yaradan. Benim şirin sesli gül balam, gülüşüne kurban olaram. Yanaklarından, ellerinden öperem doymayaram. Yanaklarından, ellerinden öperem doymayaram. Sen Allah'ın bizlere hediyesi sen. Ananın, atanın bir tanesi sen. Çiçeklerin içinden güzeli sen. Kızım benim nefesim. Sen Allah'ın bizlere hediyesi sen. Ananın, atanın bir tanesi sen. Çiçeklerin içinde en güzeli sen. Kızım benim nefesim. Sen Allah'ın bizlere hediyesi sen. Ananın, atanın bir tanesi sen. Çiçeklerin içinde en güzeli sen. Kızım benim nefesim, sana kurban. Sen Allah'ın bizlere hediyesi sen. Ananın, atanın bir tanesi sen. Çiçeklerin içinde en güzeli sen. Kızım benim nefesim. Ay kuzum benim nefesim. Kızım benim nefesim. Maraqlı idi uşaqlar. Əlbəttə baba, çox maraqlı. Fərəz baba, birini də danışardınız da. Deməli uşaqlar, hər il qəsəbəmizdə yarmarka keçirilirdi. Gedək danışım.
dolmaların şahıdır. Qatığı doldur üstüne. Hə, qızlar yeməkləri çox dadlı, dəllərinizə sağ. Çox sağ olun, çox sağ olsun. Bu dəfəki qalibimiz Qumraldır. Hazırladığın qomallara söz ola bilməz. Aferin Qumral, yazırdınız öz yerindədir. Gözün götürmədi. Həm mənim qutab pişirdiyimi bilirdin. Ona görə məni qalib etmədin. Əsmən niyə belə edim ki? Niyə olacaq ki? Mən qalib olmayım deyə. Ay qız özünə gəl. Baxın necə paxıl qaldırdı. Əsmən sakit ol. Bir dayan görək. Sənin qutabların da qəşəngdir. Amma heç özün tadına baxmısan? Yox. Baxdım. Onlardır. Baxsaydım bilərdim. Allah hala dedi ki, tuzunu katmağı unutmuşsan. Ne? Mənə verin. Tuzu yoxdur ki. Əsmər, tuzu düz deyilsən. Gözündə tücü görməyən, başqasının gözündə çöp axtarar. Ay qız, Əsmər, atalar düz qeyb. Gülər üz yeməkdən qiymətlidir. Hə, düz deyirsən. Sonraki peşmançılıq fayda verməz. Gedin Ayla hala ilə bağışım. Ayla hala, bağışla məni. Sirkə nə qədər tünd olsa öz qabını çatdadar. Gəl qızım, gəl. Eybi yox. Olan oldu, keçən keçdi. Gələn yarışda diqqətli olun. Maraqlıydı uşaqlar. Bəli, çox maraqlıydı. Bilirdin şunda Fərəli baba. Bu vaxtda harda qaldı? Eybi yox, nənəniz gələnə qədər danışam. Ay kişi, çoxlu sinyaflardayım. İndi təzyikin qarğıdır. Al bayramı Ay rəhmətli qılmışdır ki. Niyə çizildin Allah, yaxşıdır. Belə ola da, heç kəs öz hayvanına dost deməz. Dalaşmayın, Fərər o, dalaşmayın, Fərər ölsə mənə. Hə. Ver mən bunu koyuyorum. Ondan sonra içərsə paxlavanı yanına koyuyorum. Günler oldu. Dostsuz insan kanatsız buz kimindir? Dost yolunda can kurban. Hayvan getirin. Ay Allah! Mən qışqılara necə hazırlaşacağam? Bu çox pis vaxt oldu. Qələm tuta bilmirəm. Keçmiş olsun, yox, hadisədə necə baş verdi? Çox sağ olun dostlar. Ehtiyatçılıqdan oldu. Dostlar, Solmaz mənə sonuncu dəfə nə vermişdi? Heç onu bilirəm ki, bu müddətdə də dəstərimdən geri qalacaqam. Narahat olma, Yudit bizə kömək edəcəkdir. Necə? Keçdiyimiz mövşədən təkrar ev tapşırıqlarını bir az götürür. Sən nə həyat bilirsin birin? Mən həyat bilgisindən kömək edərəm. Mən də sənə riyaziyyatdan kömək edərəm, Yunus. Nə yaxşı oldu, elə isə dərsimizə başlayaq. Atalar burada yaxşı deyir, dostlar gündə tanınar. Bax, riyaziyyatdan
Yəqin ki, belə vəziyyətdə sən dərsə hazır deyilsən. Yox, müəllimə, dərsdən qalmaq istəmirəm. Yaxşı, bəs onda dərsə hazırsan? Hazıram, müəllimə. Afərin sənə, belə vəziyyətdə sənə kim kömək edir? Yəqin ki, valideynlərin. Yox, müəllimə, ən yaxın dostlarım. Bəli, müəllimə, biz dostumuz ardında tək buraxmadıq. Bugün əvvəlində təcrübəmizi təkrar elədik. Uşaqla yaxın dostayıq. Afərin sizə uşaqla. Dostumuz çətinə düşəndə siz ona arxa oldunuz. Ruhdan düşməyə qoymadınız. Əsl dostluq budur. Atalar yaxşı deyil. Dost tutar gündə tanımaz. Dost olun, dostluq edin, deyir hörmətli babam. Lala, 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 lala. Uçaqlarla dostluq et, deyir mehriban anam. Lala, 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 lala. Dostluqda gözlər gülür, dostluqda sözlər gülür, gülür ürəklər gülür. Dostluq, dostluq edək, dostluq bizə gərəkdir. Can deyə can eşidək, dostluq gərəkdir. Dostluq, dostluq edək, dostluq bizə gərəkdir. Can deyə can eşidək, dostluq gərəkdir. Gəlin necə gələlə, dostlarımız çox olsun. Lala, 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 lala. Şirin söhbət, gülüşlər aramızda bol olsun. Lala, 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 lala. Dostluqda gözlər gülür, dostluqda sözlər gülür, gülür ürəklər gülür. Dostluq, dostluq edək, dostluq bizə gərəkdir. Can deyə can eşidək, dostluq gərəkdir. Dostluq, dostluq edək, dostluq bizə gərəkdir. Can deyə can eşidək, dostluq gərəkdir. Dostluqdan gözlər gülür, dostluqdan sözlər gülür. Can deyə can eşidək, dostluq gərəkdir. Dostluqdan gözlər gülür, dostluqdan sözlər gülür. Can deyə can eşidək, dostluq gərəkdir. Məmşəmin nəbəs fazla hara getdi? Yəqin ərdə düşüb, harda olsa gələyər uşaqlar. Oy, oy. Aha, dedim, gəldiniz ki. Fərəz baba, hər kəsə çox sağ olun, biz gedək. Məmşəmin çəşər dadlı idi. Nə uşaq? Hə, uşaqlar bir neçə il əvvəl kəndimizdə başqa ölkəyə gedən bir adam var idi. Mən də xarici ölkəyə getmək istəyirəm. Sən niyə xaricə gedirsən? Bu dünyada seninsə bir anadır, bir vətən. Quraq azbala göl axı necə oldu? Şükür Allah, yaxşı daş görüb ölkə nətər ölkədir, oralarda vəziyyət necədir? Necə deyimi, ayağın palçığa dəymir, pul çox, nə istəsən gəz al, özgə məmləkətindən hər şey var, nə qədər dayışsan da bitməz. Nə qədər də yaxşı olsa, vətəninə canım qurban. Ancaq mən də getmək istərdim, nə vəraq bu kənddə, əçim, biçim, var, məhsul sərapaydı, günəş taxlı yandırdır. Sən bəxtəvər adamsan, bir bizim vəziyyətimizə bax. Gedək dostlar, birazdan təyyarənin uçuş vaxtı yaxınlaşacaq.
sen de bizimle gel. Ay Emin sen buraya öyle kulak asma. Uzaktan zurna sesi hoş gelir. Bizim orada canımız bağlarımızın, ölkələrimizin qədrini bilək. Bəs bilmirdin ay Ayhan, vətən viranı olsa da el məsələdir. Elə vətən cənnətdir. Düz deyirsən Emin, düz deyirsən. Dünyada ölkələr var, biri birindən qəşəng. Doğma yurdum şən diyar, səmərləri rəng verək. Sən hər yerdən gözəlsən, bir işıqlı əməlsən. Qoy dolanın başına, torpağına, daşına. Qurbandır canım mənim, Azərbaycanım mənim. Vətən eşqini duyan, sözlərimi oxuyan, bilir nədən gözəlsən. Məndən ötürü nə ölsün, hər ölkədən gözəlsən. Şöhrətim, şanım mənim, Azərbaycanım mənim.
şeirində Teyli xanım. Soruşaq ki, ən çox istifadə etdiyi ataların misalı hansıdır? Teyli xanım, sizin ən çox istifadə etdiyiniz atalar misalı hansıdır? Salam uşaqlar. Mənim ən çox istifadə etdiyim atalar sözü qüvvə hər şeyi, ağıl isə qüvvəni sındırır. Maraqlıdır. Böyük sözə baxmayan baxımsız. Uğur bir dayanda böyük danışanda kiçik danışır. Hər böyük danışanı kiçik dinləyir. Bilməmək eyib deyil, soruşmamaq eyibdir. İnşallah bəsdir danışdıq. Danışmaq gümüşdürsə susmaq qızıl. Siz heç müasir atalar sözləri bilirsiniz. Siz heç müasir atalar sözləri eşitmisiniz. Amma müasir uşaqlar çox yaxşı bilir. Qarşılayır. Cəzəlli alır, 9-u mənəcəyimdir. Meymun baktı güzgüye, gitti isti çikeledi. Kadınlar sözüne kulak asın, ancak kulağından hoşnut. Dostum kime gelende tanımaz. Bak, bak, bak. Kefal pul tapşa, şafak dider. Ekende yok, biçende yok. Amca yerinde ortak kardeş. Bekler mazeriyi. Evveller igidin yaraşığı at olardı. Ancak indi igidin yaraşığı daydaydı. Çok sağ ol dayda. Hele maaşır analar sözleri var ki anaların kanunudur. Ana, kitabım oradadır. Ay Amar, hara koymuşsan oradadır. Nilay, biraz dərs oxu. Oxumuram ana. Başı var, ancaq oxumur. Bir telefonu. Günah səndə deyil, telefonu sən alandadır. Mən bugün kesəkədən 70 almışam. Xalqın uşağı 100 bal alır, sən niyə 70 almısan?
yaxşı oxu. Alxın uşağı akademikdir. Valla bəsdir də, bəsdir. Telefon. Axırda gözün kör olacaq. Bəsdir də sənə. Ver mənə telefonu. Əziz analar, xalqın uşağı dediyiniz varlığı ətrafda deyil, öz evinizdə, uşağınızda axtarır. Kim bilə, bəlkə elə sizin də övladınız misal çəkən xalqın uşağıdır. Ancaq unutmayın, xalqın uşağı olmaq üçün biz də balacalar çalışmalı, zəhmət çəkməliyik. Analarımızın dediklərinə, müəllimlərimizin öyrətdiyinə, atalarımızın nəsihətlərinə qulaq asmalı, nənə-babalarımızın nağıllarını dinləməliyik. Onların sözlərində bir hikmət, ibrətamiz həyat hekayələri gələcəyimiz üçün bir mirasdır. Ana gəzdiyimiz bağdır, ata yaslandığımız dağdır. Adam var ki, indirməsən yaxşıdır.
Təşəkkür eləyirik. Mən elə gəlir ki, bu çətin imtahandan çıxa bildik. Birlikdə çalışdıq. Çünki atalar deyib ki, güc birlikdədir. İndi isə mən balalarıma birinci sinifi uğurla başa vurmaqları münasibəti ilə sertifikatlar təqdim eləmək istəyirəm. Axundlu Əsmər. İndi çəkil. Əsmər gəl. Axundlu Qumral. Babaşzadə Yunis. Bəhlulzadə Nilay. Durmuş Qaan. Eyvazlı Ayla. Əhədov Yusif. Gənclik nəğməsi. Fərhadov Raul. Gülzadə Uğur. Hüseynova Nilay. İsmailov Fərac. Zəhra İsmailzadə. Qasımlı Emin. Əliyev Amar. Quliyev Amar. Məhrəmzadə Uğur. Məmmədov Ayxan. Musayeva Ceylin. Osmanlı Yusif. Piriyeva Bənövşə. Seyidov Sənan. Çox sağ olun, təşəkkür edirik. Hamınıza təşəkkür edirik. Bu işimizdə əziyyəti olan hamıya təşəkkür edirəm. Kəmalə xanım, Xuraman xanım, senari müəllifi və s. Bütün əziyyət çəkənlərə təşəkkür edirik. Sağ olsunlar.